Salam aleykum hər kəs uşaqlar. Necəsiz? Bu gün TikTok videolar izləyəcəyik. Yeni bir video ilə qarşınızdayım. Keşab Bakinski'nin videolarını izləyəcəyik. Maraqlı, əyləncəli, gülməli videolar çəkirlər. Dedim baxaq. Bir də kanalımıza abunə olun. Kanalımız qalxsın. Keçdik videoya. Getdik. Həmin o Squid Game. Aklınızı satan bundandı. Aklınızı satan bundandı. Ne oldu paşa? Hay beni. Yo. 1 2 1 2 1 2. Sen qaydaları bilirsən hadi. Necmə də deyil. 둥글게 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 빙글빙글 돌아가며 춤을 춥시다. Yüzümü göster. Uşaqlar deyim, keçib TikTokda Keşab Bakinski yazaraq videolarına baxa bilərsiniz. Basyak. 456 ağ eləm hocam. Bəs siz bilirdinizmi? Əsl Squid Game oyununda həyatda özünü tapmayanlar oynayır. Siz də belə olmamaq üçün bir ixtisasa yiyərlənməlisiniz. Xarici təhsil üçün isə mənə yazın. Həmin o dönərçi. Döner necə olsun paşa? İskender var. İskəndər sənə çağırırlar. Buyur eşidirəm. İskender lazım değil, sade döner ver. İskəndər işində ol. Yaxşı da. Çörək lavaş. Lavaş da olmasa zəhmət. Bir də mayonez olmasın. Ay, mujik kimi çörəkdə mayonezi bol olan dönər sifariş elə də. Acılar Tırka veririk. acısız. Yo, mədəmdə problem var, acılı olmasın. Mən indi bu qız bibini öyrədəcəm necə normal dönəri yemək lazımdır. Buyur, hazırdır. Tualetə gedəndə bunu götür, lazım olacaq sənə. Hay bilin. Atamla paltar alanda. Düş qabağıma pasyak. Ata bunu istəyirəm ata. Ata alırsan onu? Ay, sox çivə bunu. Ay, bu başqa söhbətdir. Əsl Steven Seagal'a oxşuyursan. Ata bu böyüdü axı. Uşaq da bilmir də, biz cavanlıqda bu pencəklərdə qız tuturduq. Aton düz deyil ha pasyak. Toyuğa da geyinə bilərsən ha? Ata bunu al da. Özünə hörmət elə. Verin bura deyirəm sənə. Bu ömürlüdür. Özdə ki skitkadadır. Qardaş, bu 35 razmeri var. Yox abi, ancaq 42 qalıb. Ha, yaxşı ver. Bir də ki oradan 2 korobka qalın corab ver. Deyəsən orada istədiyin qız gəl. Gözlə onu çağırın, fikrini desin. Ata xahiş edirəm çağırma onu bura. İradə buradayım. Bir də Stilagava bax. Alıp ne gündər ol. Yolu səhv izah edəndə. Malakan bağına necə gedə bilərəm? Hə, buyurun qaqa. Buradan sağa gedib, oradan kruq eləyib qayıdırsan abratın. Bildim, çox sağ ol. Sağ ol. Buyurun, buyurun. Hay bilin, deyəsən səhv yol dedim buna. Ayda lan. Məndə olub belə bir-iki dəfə olub. Niyə yol həmişə məndən soruşurlar? Bələdçi adam mən burada. Vaxtı geri qaytara bilsəydim. Ay, dolamısan mən? Gül salonları 8 martda. Buket neçəyədir? 1000 manat. Bəs burada 5 dənə qızıl gül var axı. Bəs sən paketi hesablamırsan, bunun dekor gülləri də var, bunun arendası var, bunun vergisi var. Qardaş, özüm ölüm deyirəm, bunun mayası 999 manat, mənim xeyrim 1 manatdır. Bəs xanım üçün başqa ucuz nə var? Sən məni 200 manat, qap daxil. Başqa ucuz heç nə yoxdur. Ucuz ancaq əvvəlsə sazan bilet olur. Qalsın onda. Bəs siz bilmirsiniz bura yaxın qəbirstanlıq yeri harda var? Kimdə belə dost var? Həm də rahat olma, 100 dəfə eləmişəm. Yazılsın. Axır ki düzəltdim. Niyə nədin sən? Bir saat düzəltirdim bunu. 100%. Uşaqlıqda çox olub. Bunu mujik kimi ye. Bunu belə eləyirlər. Bir dəfə yemişdim buz. Boğazımın ağrısından bir həftə özümə gələ bilmədim. Nə oldu ara girsən? Gül kimi oynayırdıq axı. Çünki əvvəlsə sazan ucuz bilet almışam. Deyir, uşaqlıqda kimdə olub? 2 saat əziyyət çəkmişəm. Atamla qartopu oynayanda. Atalar mən bugün məktəbə getməyim. Niyə getmirsən, nə olub ki? Çünki çoxdan yağ qarmırdı ata. Mən sənin yaşında olanda mənfi 40 dərəcə soyuq var idi. Atalar mən məktəbə getməyim. Mən sənin yaşında olanda mənfi 40 dərəcə soyuq var idi. Yaxşı, geyin gedək. Hazırsan ata? Mən hazıram çünki əvvəlsə sazdan ucuz bilet almışam. Sən yedizdirəcəm indi. Həm maraqlı çəkirlər, həm də gülməli çəkirlər. Yəni əziyyət də çəkirlər videolar çəkmək üçün. И шумят города, не видят люди. Həmin o sevgililər günü.
Nə sürpriz hazırlamısan mənə? Gəl birinci yeməyi ye, sonra danışarıq. Yaxşı, sən qeyd elə. Buyurun, buyurun. Ay, bir dənə də baxam. Başın girsin baka. Nə dedin? Heç də sən davam elə. Akroşkam. Atom versin sənə, parnoşka. Oldu, qeyd elədim. Bəs sizdə nə olacaq? Bir dənə buz götürərsən. Nə oldu? Şeysi gətirirəm. Oy, konkret. Sürpriz olacaq. Afisiyant. 14'tür bu. 14 Pro Max. Ay, kasıb, yeni mənə çatanda pulun yoxdur. Narahat olma, dəyişər 16-ya. Ay, belə. Mənə nə hazırlanmısan bəs? Buyur. Bir gözü görürəm. Sabah görüşək də. Biz ayrılırıq. Niyə? Çünki sən məni mənə saxlamadın. Bəs bu? Telefon qalsın olsa sən adıma kredit götürmüşəm. Uşaqlığımın qorxusu. Əfərin var, sən mama axtarırdı. Ne deyəsən, gözləyirsən orada? Davay bizi kalkara! Çirək bulamacamsan, pasiyak. Salamatçılıqdır belə. Durbaz, sən can get də, sabah elə eləyərim, Durbaz. Çirək pulu sabah verərəm. Ama ne oldu, belə bir öz evə gəlmişsən? Birinci bu mənim evimdir, ikinci qonşular şikayət edirlər. Mən gəlirəm yoxlamağa, bırax məni. Yaxşı, gəl. Aa bu nədir? Sən evinə günə salmısan. Sən dünən dostum kusub bura, patolku kraskalayıram. Ora necə qusub? Heç soruşma, nə maraqlı gecə keçib. Bəs o qız kim idi? Bilmirəm vapşi. Qapını elə gizlətmişsə elə bir qız oturur orada. Fikir vermə, sən biridir. Sən deyəsən çoxdan yemək bişirmirsən özünə. Özümə yemək pişirə bilməm, həm də çatdırılma bahadır. Bəs mənə niyə demirsən? Həmin o zart. Sənin bir də seriyoz sualım var. Nə? Zart. Bir dənə kapuçino olar. Aviasiyasından bilet istəmirsən? Nə? Zart. Gətirmisən? Nə? Miyav. Bu kimdir belə? Tebrikler, siz bir belediye kazandınız. Dinleyin siz nedir? Nə? Allah son! Həmin o tələbə evi. Maraqlı. Hay bil. Sabah xeyir. Dovşanın var idi, hardadır o? Bəs yediyin nədir? O Feri'den kaldı mı orada? Feyri yox, amma da Messis'tan qalıb. Bəs 2 dənə roltun almalıydın, niyə bir dənə aldın? Bəs ADV ancaq buna çatdı. Bu göz hara getdi belə? Mənə də maraqlıdır. Vay Krisa! Kalpasan elinden al. Dayan görürüm benim. Uşaqlar, kirayın pulu necə eləyir? Uşaqlar, eviyə istəyirsən gəlib. Siz mənə bezdirdiniz, kiray pulu vermirsiniz, evdən pox isi gəlir. Bugün pulu çatdırın mənə. Sabah stipendiya gəl, sabah pulunuzu verəcəyik. Ne deliye indi. Gözlün, mən də həll eləyəcəm. İsa xaricdə oxuyur. O Elif'in neyinirsən, ne var ne yok? Sağ olsa biz çox pis gündə kiray pulu verəmirik. Kalbasa davasını eləyirik. Elif'in ne danışırsan? Ben dedim axı gəlim mənim yanıma Avropada oxumağa. Bəs orada vəziyyət necədir? Vəziyyət bombadır burada. Sən də sənədləri bir düz qoşula göndər. Səni qarşılayım burada. Atamla futbol oynayanda. Adamır paşak. Yaxşı ata. Ata nə oldu? Dur qapıya indi sən öyrədəcəm necə mujik kimi vurmaq lazımdır. Ay ştrafdı, qapıya dur. 4 bucaq vur ata, 4. Ay 4 bucaq nədir? 4 bucaq, 4 bucaq, 4 bucaq. Baxasamı məni? Sən nə olur, dur, oyan. Ata mən hardayım? Bura Mega Game Center adlanır. 3 tane mövzu al. Burada PlayStation 3, 4, 5 de oynayabilirsin. Yeni ilə bir gün qalmış. Bir köpək olub bu evdə mənə kömək eləməyəcək də. Hani bir kömək eləyim ana. Minnət qoyma mənə burada. Gəl həyatım, kömək eləyim sənə. Nə həyatım, hə? Olmayacaq da mənə kömək bu evdə. Hə, nə gəlmirsən? Ondan mənə də ver də. Ay, sox çürə bunu. Ay, çatdırmıram işte. Gəl kömək eləyim sənə. Sən dur, şvabran gətir. Buyurun, olsunmuş. Həmin o Şaxta baba. Gəl balaca, gəl. Dur Şaxta baba ilə başa. Ata mən istəmirəm. Acəl ol dedim sənə. Ay biraz mehriban olun, Şaxta babanın yanına gəl. Ay. Mənim üçün şeir öyrənmisən? Saxta baba, saxta can. Hardasan bu vaxtacan? Mənim oğlumdur. Saxta yoxu Şaxta baba. Mən Sibirə göndərmək istəyirsən? Yaxşı, belə də gələr, götür də yəni. Heç nə yoxdur axı burada. Yaxşı bax. Həmin o papici.
Yaxşı montaj eləyiblər ancaq. Zordur. Zor düzəldiblər videonu. Azər var? Hay bilir! İmkan ver içim də. Ay işte bunun yolda. Bunu olmur elə içmə maşın dayanmalı. Ay yaxşı iç. Sür tez gəlir o. Hadi kömək. Ha məsələn məndən. Oyun oynamaq yaxşı şeydir, amma imtahan yaxınlaşır. Jok tapmayanda mən. Ay sən ara belə tələsirsən. Ay mən buradayım. Ay mən buradayım. Mən istifadə elə. Ay bəsliyə bindi. Ya! Salta malta. Hay bilim. Videomuz bu qədər. Ümid edirəm video xoşunuza gəldi uşaqlar. Videoya like atmağı, kanalımıza abunə olmağı unutmayın. Yeni videolar gələcək. Çalışıram bir gündən bir videolar çəkim sizlər üçün. İnşallah uşaqlar 1K-ya doğru gedirik. İnşallah bir dənə 1K olaq. Sual cavab videosu gələcək. İnşallah. Sağ olun.